Dəyərli izləyicilər, hər vaxtınız xeyir. YouTube kanalından hər birinizi salamlayıram. Videomuzu maksimum bəyənib kanala abunə olun. Mərhum xalq artisti Rafiq Hüseynovun xanımı, yaxşı ki yazmırlar, Gülü ikinci dəfə ərə getdi. Mərhum xalq artisti Rafiq Hüseynovun Rəmiş xanımı Gülünün musiqiçidən qalan evi satması ilə bağlı xəbər yayılıb. Yayılan xəbərlər onu narahat edib, məndən nə istəyirlər? Gecə səhərə kimi yatmamışam. Niyə yazırlar ki, Gülü ev satır? Ev mənimdir, istəyərəm sataram, istəmərəm saxlayaram. Mənimlə birlikdə ev almısınız? Rəmiş evi mənə hədiyyə edib, heç kimin də bu mənzildə nəyəsə ixtiyarı yoxdur. Bu evi prezident Rəmişə bağışlayıb, o da mənə. Rəmiş 6 il dəniz kənarında maşında yatanda, evsiz qalanda kimsə demədi ona ev verək. Mən bunun üçün əlləşdim. İndi Rəmişin evinin satılması ilə niyə maraqlanırlar? Heç bir evdə satmıram, niyə satım? Yaxşı ki yazmırlar, Gülü ikinci dəfə ərə getdi. Yaşlı adamam, süpürgəci işləyib, başımı dolandırıram. Mənim heç kimim yoxdur, nə qohumum, nə övladım var, günümü sayıram ki, Rəmişin yanına tez gedim. Mənə zəng etməsinlər, unutsunlar məni. Müğənni deyiləm ki, adımı nədəsə hallandırsınlar. Rəmiş öldü, bitdi, getdi. Gülüdən yazmaq lazım deyil. Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov 2021-ci ildə koronavirusdan vəfat edib.